Təxminən 6 ay bundan öncə Xəzər dənizində müəmmalı şəkildə gəmidən dənizə düşərək itkin düşmüş həkim Tural Sultanovun ailəsi narazılıq edir. Bir xəbər mediaya müraciət edən həkimin bacısı bildirir ki, 27 sentyabr tarixində qardaşım həkim Tural Sultanov Xəzər dənizində Azəri Çıraq Günəşli yatağı yaxınlığında fəaliyyət göstərən Caspian Protector gəmisində müəmmalı şəkildə dənizə düşərək itkin düşüb. Hadisənin üzərindən artıq 6 aydan çox vaxt keçməsinə baxmayaraq onun taleyi ilə bağlı bugünə qədər heç bir dəqiq və rəsmi məlumat təqdim olunmayıb. Sultanovun bacısı qeyd edir ki, hadisə xilas etmə təyinatlı gəmidə baş verib, lakin buna baxmayaraq gəmi heyəti tərəfindən zəruri xilas etmə tədbirləri effektiv şəkildə həyata keçirilməyib. Bu hal vəzifə borcunun yerinə yetirilməməsi və səhlənkarlıq əlamətləri daşıyır deyə Sultanov Turalın bacısı qeyd edir. Bundan əlavə Tural Sultanovun hadisədən əvvəl 66 gündən artıq müddətdə gəmidə saxlanılması faktı ciddi hüquqi araşdırma tələb etdiyi halda bu məsələ ilə bağlı hər hansı hüquqi qiymət verilməyib. Ailə olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər aidiyyatı qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq aparılan istintaq nəticəsiz qalıb, cinayət işi dayandırılıb və hadisə ilə bağlı şəffaflıq təmin edilməyib deyə ailə narazılığında qeyd edir. Eyni zamanda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına rəsmi müraciət edilməsinə baxmayaraq məsələ ilə bağlı bugünə qədər heç bir konkret nəticə əldə olunmayıb deyən ailə, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş axtarış xilas etmə tədbirlərinin qeyri-effektiv olması, insan həyatının qorunması ilə bağlı öhdəliklərin lazımi səviyyədə yerinə yetirilmədiyini göstərir deyə iddia edir. Hadisə ilə bağlı Blue Caspian Ltd və Leyla Medical tərəfindən bugünə qədər heç bir rəsmi və əhatəli məlumat təqdim olunmayıb ki, bu da məsuliyyətdən yayınma kimi qiymətləndirilə bilər deyə iddiada səsləndirilir. Ailə yuxarıda qeyd olunanları nəzərə alaraq bir sıra tələblər irəli sürüb. Hadisə üzrə cinayət işinin yenidən başlanılması və obyektiv istintaqın aparılması, hadisədə səhlənkarlığa yol vermiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması, Fövqəladə Hallar Nazirliyinin bu hadisə ilə bağlı fəaliyyətinə hüquqi qiymət verilməsi, axtarış xilas etmə tədbirlərinin yenidən və effektiv şəkildə təşkil olunması, hadisə yerinin və ehtimal olunan digər ərazilərin sualtı axtarış avadanlıqları ilə yoxlanılması, belə avadanlıq mövcud deyilsə digər ölkələrdən cəlb olunması, ailə üzvlərinə hadisə ilə bağlı mütəmadi və rəsmi məlumatların təqdim olunması. Ümid edirik ki, lazımi qurumlar məsələ ilə bağlı araşdırma aparıb ailəyə və ictimaiyyətə lazımi məlumatları verəcəklər.